Ömer'e atası verdi. Arkadaşının da var. Gel. Gel tak. Gel bırak. Bir de onu tutup yanlışını götürmüyor. Yok yanlış götürmüyor. Biri atandı biri sen. Ata birini de sana verip ki sen gel sen gösterim xalalara. Da var. Ay ay. Xoşun gəlir. Əskər papağı da verim sənə. İstəyirsən, istəmirsən, yaxşı da git. Buyur. Al. Ama bazar bunu ifadəməyə gir. Herkese salam, kanalıma ve yeni bir vloguma xoş gəlmisiniz əzizlərim. Necəsiz? Ümid edirəm hər kəs yaxşıdır. Yeni gələn izləyicilərimi də əlavə olaraq salamlayıram. Xoş gəlmisiniz sizə də deyirəm. Hər kəsə təşəkkür edirəm. Vlogun əvvəlində yorum yazdıqlarına görə, abunə olduqlarına görə minnətdaram. Yazan əlləriniz, görən gözləriniz var olsun inşallah. Qızlar, yeni bir günə başlamışıq. Bismillah demişik. Bugün sizinlə çoxdandır gözlədiyiniz o divan yuma aparatımı sizə göstərəcəm. Amma dedim ki, ilk öncə səhər açılandan yüngülvari nə işlər görmüşəm, onları çəkim. Sonra isə aparatı göstərəcəm. Evdə uşaq varsa, Allah hamısını qorusun, bütün körpələri, bizim körpələr də içində. Mütləq ki, bir gündən bir, çox olsun 2 gündən bir ev prisosam silinməlidir. Çünki istər-istəməz nəsə tökülə bilir, yemək yeyəndə nəsə qırıntı tökə bilir. Hərçənd mən həmişə qeyd edirəm ki, Ömər gəzə-gəzə yemək yeyən uşaq deyil. Mən onu əvvəldən ona izah etmişəm ki, oturan yerdə yemək lazımdır. Ancaq bir də görürsünüz ki, uşaqdır da məndən başımı o yana çevirəm, bu yana çevirəm, bir də görürəm ki, çörək qabdan çörək götü getdi. Düzdür, gəzərək yemir, amma mətbəxdən qonaq otağına aparana qədər artıq nəsə tökülür. Və yaxud nəsə oyuncaqlarını didir, tökür, kağız, kağız. Belə mütləq ki, 1-2 gündən bir ehtiyac olur prisoslamağa. Bəzən mənə qızlar deyir ki, Ülviyə bacı özünü yorma, həftədə bir dəfə elə. Amma inanın ki, qızlar, əvvəllər həftədə bir dəfə, hətta 10 gündə bir dəfə bu şirinçə olmayanda evimiz muzey kimi qalan dövrdə Allah heç kimə göstərməsin elə günləri. Bütün Rəbbim gənc analara, ana olmaq daha doğrusu arzulayan xanımlara inşallah körpə pay versin. Evimiz çox səssiz. Və muzey kimi, həmişə deyirdim ki, mənim evim dağılmır və muzey kimidir. Bəzən oturub günlərlə ağladığım olub ki, hətta qonşumun uşaqlarını belə çağırdığım olub ki, oynayın, dağıdın, tökün. Qonşuma deyirdim ki, gətir uşaqları oynasın. Mən evdə nəsə yığışdırmağa bir şey tapım. Həqiqətən çox pis günlər idi, çox çətin günlər idi. Min şükür Ömərin varlığına, çox şükür bütün evlərdən körpə səsi gəlsin. Sağlam, əməl salih övladlar dünyaya gəlsin inşallah. Belə qızlar, ona görə 2-3 gündə bir siz belə bir vlog izləmiş olacaqsınız təmizliyə aid. Ümid edirəm ki, sıxılmarsınız, bezməzsiniz. Belə başladım bütün evləri prisoslamağa, qəşəng dərindən və siləcəm. Tozları alacağım. Tozu bir gün bundan qabaq bilirsiniz, dərindən almışdım. Qapılara qədər silmişdim. Mebellər falan hər şey silmişdim. Ona görə bugün bezlə, su ilə yox, Sleepy'nin nəm bezləri olan o orta boy bezləri var ya, onlardan almışam. Onunla siləcəm. Onlar da çox rahatdır, can rahatçılığıdır. Hər dəfə bezi apar, yu, gətir, tezdən qurula, durula. Həqiqətən ekstra yorğunçuluq olur. Hələ körpəsi olan xanımlar üçün. Heç körpə evdə olmasa da, evdə uşaqlar böyük də olsa, yenə də anaların işi bitmir. Doğrudan yorğunçuluq olur. Mən əvvəllər o salfetləri bəyənməzdim. Ürəyimə belə pis gələrdi ki, salfetlə necə təmizlik olur. Sonra bir dəfə yoldaşım dedi ki, al da, canından artıq deyil. Bir dəfə al pro belə hər kəs istifadə edir. Və həqiqətən də belə, məsələn, həftədə bir dəfə dərindən normal bezlə, yəni silirəm, təmizləyirəm. Bir vlog bundan öncə təmizlədiyim, sizə göstərdiyim kimi. Amma belə gündəlik olaraq toz silməyə zaten ehtiyac olur. Çünki pasteldir, açılır, bağlanır, hərəkət olur evdə. Geyimlər qatdalanır, nə bilim, geyin, soyun, yəni bu şeylərə görə evdə çox tez toz olur paltarlardan dolayı. Ona görə də bir gündən bir ehtiyac var tozu da almağa.
Yəni mebelin tozunu almağa, şüşələri silməyə, amma bu Sleepy'nin bezi çox rahatdır. Yəni həmişə necə deyim, ürəyimə pis gəldi ki, nəm salfetka kimidir, amma yox da, balaca nəm salfetkalar kimi deyil. Bunlar belə əldən də böyükdülər və ləkə də qoymurlar. Bir-iki dəfə başqa rəngdə olanından almışam Sleepy'nin. Sarı rəng olanı almışam, oranjev olanı almışam. Onlar nəsə ləkə qoyurdular. Deyəsən içində onların nəsə bilmirəm, qatqı olub ki, yəqin ki, ləkə qalıb. Son aldığımda karbonatlı, sirkəli və arab sabunlu olandan almışam. O ləkə saxlamır qızlar. Ümumiyyətcə durulamağa, qurulamağa ehtiyac olmur. Belə. İnşallah indi prisos işimi bitirim, onu da eləyəcəm. Bu arada indi xalçanı deyəcək Sülviyə necə belə qatdaladım. Mən həmişə, hər bir gündən bir də olsa xalçanı mütləq. Çünki mən biraz qarışqa falan evdə həşərat görəndə çox qorxuram. Balaca da olsalar deyəcəksiniz ki, qarışqa səni neynəyəcək ki, amma bir qəribə ürpənmə gəlir mənə. Bədənim qaşınır sırazı. Ona görə də mən xalçanı həmişə belə rulo halına gətirirəm. Yavaş-yavaş bükürəm. Alt hissəsində toz soğanlayıram və polda toz soğanlayıram. Sonra təzədən əgər hava yaxşıdırsa, günəşlidirsə aparıb ipə atıram. Heç olmasa həftədə bir dəfə. Yox, hava günəşli deyilsə, o zaman təzədən evi prisosdadıqdan sonra tam bu arada görürsünüz də mən oyuncaqlarını yığıram. Çünki divanı çəkəcəm. Divanın da altını yığışdırdıqdan sonra xalçanı açıram. O zaman ürəyim daha rahat olur. Çünki həqiqətən bir dəfə sizə göstərəcəm. Bu dəfə çəkməyi unutdum ki, xalçanın altında da necə toz olur, qırıntı olur. Elə bir ki, bir gün bundan öncə təmizlənən ev bu ev deyil. Çox qəribə bir şeydir həqiqətən. Belə, bu mənim balaca şirin oğlum da. Allah hər kəsə nəsib eləsin, gözəl övladlar, sağlam bala. Bu da burada, mən buna dil tökürəm, başa salıram ki, qaşqabaq edir mənə ki, niyə yerimdən tərpənməliyəm? Deyirəm ki, ana qurban, buradan tərpən ki, mən səni sürüşdürüm. Biz belə oyun oynayırıq ondan arada bir. Deyirəm ki, mən səni sürüşdürəcəm. O da baxın, sevinir. Hə, deyirəm, sürüşdürəcəm, sən tək ki, buradan tərpən. Düz ortada oturub, mən də divanı tərpətsəm, o yıxılar. Hər neysə, şükür ki, onu razı saldıq. Belə, divanın da arxa tərəfində təmizləyirəm. Sonra bunu yerinə qoyacağım. Divanın digər hissəsini çəkəcəm. Biraz ağırdır, biraz yox, əməlli ağır divandır. Amma neydim, məcbur çəkib təmizləyirəm. Çünki yenə də qeyd etdiyim kimi, yəni divanın arxası da hər 2-3 gündə bir çox qəribə, yəni toz yığılır. Bilmirəm, nə kəramətdir, nə olan şeydir bu, amma yığılır. Belə, indi bunları yerləşdirim, qəşəng xalçanı sərim ortaya. Evi hər zaman, xüsusən də qonaq otağını, əşya burada çoxdur deyə, hələ stenka falan yoxdur ya, görün, adama əziyyət çəkir. Yəni, əvvəllər stenka falan olanda necə əziyyət çəkmişik, bir Allah bilir. Hələ mən uşaq olmuşam, anam ümumiyyətcə dar evdə qalıb, bir otaqda stenka, divan, kravat, hər şey bir yerdə. Çox çətin olur təmizlik etmək. İndi min şükür mənim hər şeyim, hərəsi yəni öz otağındadır da, yəni hər kəsin ayrı-ayrı otağı var. Və stenka olanda həmişə anama deyirəm ki, necə biz əlavə əziyyət çəkmişik də qızlar. Onun qablarını hər dəfə tök, ortaya qoyurduq. Anam həmişə öyrədirdi, biz onu şampunluyurduq. Yəni, səhər istoriyada iş idi də o əməli başdı. İndi yenə yaxşıdır ki, qonaq otağında bir dənə stenkadan canımız qutarıb. Belə, başqa nə deyəcəkdim? Bəzən mənə deyirlər qızlar ki, TV-nin altına TV stand falan bir şeylər. Qızlar, mən o qədər uşaqlığım da dar evdə keçib ki, mənim ürəyim sıxılır. Heç nə istəmirəm, nə o televizorun altına, nə onun kənarına, köşəsinə. Yenə də deyirəm, elə bir məndə psixolojik olaraq əşyalar üstümə gəlir. Yəni, istəmirəm. Çünki genişlik istəyirəm. Bir sözlə, yəni onun bir maliyyəti yoxdur da, böyük bir pul deyil ki, mən onu ekonomiya eləyim ki, orada TV stand düzəltməyim. Yəni, bilirəm ki, o da mənə lişni bir işdir, əlavə bir toz almaq şeyidir, üstünə nəsə düzməliyəm, xırda-xırda istər-istəməz. Hər neysə, belə mənə xoşdur. Bir də mən kamerada bəzən, indi bax hal-hazırda şiroki ilə çəkirəm deyə, siz televizoru balaca, o divarı böyük görürsünüz. Ola bilər sizə qəribə gəlsin, amma normalda, realda bizim evimizə gələnlər hər kəs deyir ki, yəni yaxşıdır da. Televizorumuzun da boyu o divar üçün yaxşıdır, hündürlüyü də, yəni çox boş görünmür o divar bir sözlə. Belə xalçamı da sərdim, elədim. Demək,
ipdə paltarlarım vardı. Onları atdım belə kravatın üstünə. İndi bunları ütüləyəcəm, amma sizlə yox, tək özüm ütüləyəcəm. Çünki üstündə salıb biraz təzyiqlə əziyyət çəkirəm 1-2 gündür. Ona görə də hicabla ütüləmə işini görə bilməyəcəm bugün. Yoxsa onu da çəkərdim sizə. Ona görə kameranı söndürdükdən sonra paltarları ütüləyib yerləşdirəcəm. Belə artıq gəlmişəm, mətbəxi silirəm, qəşəng. Bildiyimiz kimi keçən səfər də sizə demişdim, arab sabunlu su edirəm, elə silirəm. Məsələn, bir dəfə arab sabunla silirəmsə, bir dəfə sirkəli su ilə silirəm mütləq. Belə qızlar, bir də evinizi təmizləyərkən mütləq televizorda Əl-Bəqərə surəsini açın, Ayətül Kürsünü açın. Mütləq ki, evinizə gözəl enerji yayılacaq. Eviniz belə deyim də həm belə paklanacaq, həm də ruhsal olaraq, yəni ki, aura olaraq da paklanacaq eviniz. Mütləq televizorda açın, qoyun səslənsin. Həm uşaqlarınız Qurani Kərimin səsinə öyrəşsin, həm də siz iş görməyinizdə inanın ki, onda da rahat olur. Evdə, yəni yenə də deyirəm, pis, negativ enerjidən təmizlənir. Burada da gəlmişəm. Baxın, dəftərimi sizə göstərim. Bilirsiniz bu nə dəftərdir? Bunu yoldaşım mənə 2013-cü ildə hədiyyə alıb. O vaxtdan saxlamışam. Günlüyümdür. Bu da mənim yoldaşımın uşaqlığıdır. İstədim sizə göstərim. Bəzən deyirlər ki, Ömər atasına oxşamır, amma mən razı deyiləm. Ömər atasına da oxşuyur. Düzdür, Ömər daha çox mənim atama bənzəyir. Çünki mən atama bənzəyirəm. Oğlan uşaqlar da adətən deyirlər ki, analarına bənzəyirlər. Qızlar atalarına bənzəyirlər. Bizdə də oğlan olduğuna görə Ömər mənə düzdür suyu çox çəkir. Mənim də uşaqlığıma bənzəyir. Bir dəfə uşaqlığımın da rəsmini sizə göstərərəm. Amma yoldaşımın da bax bu uşaqlıq şəklində çox bənzəyir. Bir də bəzi düzdür çox nadir olub insanlar görəndə canlı, kamerada yox, canlı belə görənlər deyiblər ki, ayol atasına da oxşuyur. Çünki baxışı, bəzən danışı, bəzən bəzi hərəkətləri yəni atasına da suyun çəkdiyini göstərir. Belə o rəsmi də orada qoymuşam, yadımdan çıxıb elə qalıb günlüyümün arasında. Yoldaşım əskər getmədən öncə 2013-cü ildə mənə almışdı o dəftəri və odur budur mən o günlüyü yazıram. Düzdür, ən son müharibədən öncə yazmışam orada və 1-2 gün öncə açıb baxdım. İnanın heç nə yaza bilmədim ora. Ən son yəni müharibədən öncə yazdığımdır və heç cürə əlim gəlmir ki, o günlüyə yenidən xatirələr yazım. Çox qəribə bir hissdir. Ən son orada yazdığım yazılar, keçirdiyim hisslər, gözəl o rəngarəng şən həyatımız və bir anda müharibə başladı. Hər şey bir-birinə qarışdı. Oradakı arzularımı yazmışdım, hansı ki reallaşsın. Düzdür, sonradan reallaşdı, ancaq çox itkilər verərək, çox əziyyətli, çətin günlər keçirdərək yoldaşım da mən də çox psixoloji olaraq çətin günlər yaşamışıq və ona görə də hazırda günlük yaza bilmirəm. İnşallah bəlkə bir gün yenidən yazmağa başlayaram. Belə. Başqa nə deyəcəkdim? Hətta bir dəfə bir xatirə danışım sizə. Ömər bu yaxınlarda günlüyü tapıb şkafda və mənə deyir ki, ana bu nədir? Deyirəm dəftər kimindir? Mənim. Deyir ki, bəs deyirəm ki, onu ata alıb mənə. Səni çox sevir, deyir ata. Deyirəm ki, hə oğlum, bax ürək də deyir var üstündə. Maşallah olsun, yəni hər şey çox gözəl başa düşür. Ona deyirəm, inşallah sən böyüyərsən, sən bu günlüyü oxuyarsan. Vaxtı gələndə sənə verəcəm, sən də oxuyarsan. İnşallah ki, toparlanıb yenidən o günlüyü yazmaq mənə nəsib olar. Bu səfər artıq övladımla, yoldaşımla gözəl xatirələri orada qeyd etmək nəsib olar bizə. Belə pəncərə önü yaman toz olmuşdu qızlar, xüsusən qonaq otağı tərəfdən. Yəqin ki, oradan külək çox vurub. Ona görə dünən biraz külək çox qalxmışdı. Sonra Padakonik'in altlığında baxın burada görünəcək. Bizim aboyumuz biraz açılıb. Mən onu açdım ki, o divar biraz qurusun. Həm də oranın şpaklyovkası biraz tökülmüşdü. Oranın şpaklyovkasını da yenilədim. Amma onu sizə çəkməmişəm. Özüm yenilədim. Bu arada yaxşı ki, evdə şpaklyovka var idi. Düzəltdim qəşəng oranı. İndi bir sutka şpaklyovka qurusun ki, sonra o aboyu da ora yapışdırım. Belə bu üçlü səhpamı da təmizlədim. Bu aksesuarlarımı da yerləşdirim. Keçək divan yuma aparatı ilə işləməyə. Demək, divan yuma aparatımı gətirmişəm. Bilirsiniz, shorts videomdan artıq izləmişdiniz.
divan yuma aparatı almışdım. Çox münasib qiymətə. Qiyməti aşağıda yorumlarda qeyd edəcəm sizlər üçün. Hal-hazırda çünki yadımda deyil, proqramda baxıb qiymətini qeyd edəcəm. Bir onu deyə bilərəm ki, mağazalarda çox baha idi. Çünki mağazalar özləri də üstünə qiymət qoyur. Normal olaraq arendasının, vergisinin pulunu çıxartmaq üçün. Amma bir market, Play Store-daki bir market və yaxud da ki, kimdə iPhone-dsa Apple Store-da yükləyə bilərsiniz. Bir market proqramında çox münasibə aldım. Bu arada bilməyən xanımlar var. Elə düşünürlər ki, oradakı məhsullar zay məhsullardır və yaxud istifadə olunmuş məhsullardır. Xeyr, belə bir şey yoxdur. Sadəcə oranı Aptavoy kimi düşünün. Elə bil ki, Aptavoya gedib necə ki, sədayədən mal alırsınız, o cür düşünün. Aptavoy qiymətinə evinizə qədər çatdırırlar pulsuz, əlbəttə ki, şəhər daxili. Biz artıq bununla 2-3 dəfə buradan alış-veriş etmişik bir marketdən. Bu arada bu reklam falan deyil. Özün pulunu ödəyib almışıq. Yəni bir sözlə bu divan yuma aparatı, baxın adı da belədir. Məndən adını necə proqramda yazaq ki, çıxsın eynisi deyib soruşan qızlar var idi. Baxın belə yazsaz çıxacaq. Baxın belə. Hər nəysə, mən çox razıyam. Bu arada divanımı sizsiz yumuşam artıq. Bir neçə həftə olar ki, dənəmək üçün yudum. Məsələn, burada mənim ləkəm vardı. O ləkəni apardı. Sapsarı bir ləkə Ömər salmışdı ora. Sonra divanımda görürsünüz bu ağ tikişlər. Bu ağ tikişlər hamısı qaralmışdı. Çünki alınandan heç ümumiyyətcə şirkət də çağırmamışdım. Deyərsiniz ki, şirkət çağırım yusun. Xeyr, şirkət baha başa gəlir. Bilmirəm, bəlkə də indi kimisə imkanı var, kiməsə elə xoşdur, elə də eləmək olar. Amma mən xoşlayıram öz evimin işini özüm görüm. Və düşündüm ki, 100 manat, 150 manat verib divanımı, stullarımı, plus mənim yataq başlığım da yumuşaqdır, orada tumuçkam var, o da yumuşaqdır. Onların hamısını elə bir 150 manata gəlib mənə təmizləyəcəklər ki, divanım da çox böyükdür. Burada hələ balaca görünür, çünki yaxınlaşma ilə çəkirəm. Yəni uzun sözün qısası düşündüm ki, elə o pulu verib bir dəfəlik alım. Çox araşdırdım. Mağazalarda 270, 280, 320-yə qədər qiymət dəyişirdi. Başqa firmalar biraz da bahaları var. 3000-ə, 4000-ə qədər qalxan daha professionalları var. Amma bu ev üçün, yəni bir nəfər, bir xanım, yəni ancaq öz evini təmizləyəcəksə bu kifayət eləyir. Hə, yox, hansısa şirkətdir, iş qurmaq istəyir. Əlbəttə ki, onlar 3-4 minlik aparatura alırlar. Çünki onların xəzinə hissəsi də böyük olur. Çəkim gücü eynidir, yüksəkdir çəkim gücü. Sadəcə məsələn xəzinə hissəsi fərqli olur, fərqli başlıqları olur biraz da. Çünki onlar bütün evi təmizləyirlər də, belə deyim. Nə bilim, buxar başlıqları olur. Hamısı yəni bir arada olur ki, onlar 3-4 minə başa gəlirlər. Amma mənim aldığım sırf divan, stul, məsələn, kravat başlıqlarınız yumuşaqdırsa onu yuya bilərsiniz, xalça yuya bilərsiniz hətta. Sonra ştor pərdələr yuya bilərsiniz. Ştor pərdəni hələ eləməmişəm, onu da bir gün təcrübə edəcəm sizlərlə inşallah bərabər. Yəni, mən divandan çox razı qaldım, mükəmməldir. Amma deyirsinizsə ki, yox, mən üşəngəc adamam, qolum ağrıyar. Hərçənd ki, mənim kanalımda çox da belə xanımlar yoxdur. Təmizliyi sevən xanımlar hamısı toplaşıb burada. Çünki təmizlik etməyi sevməyən xanım düşünmürəm ki, təmizlik videosuna baxmağı sevsin. Yenə də ola bilər kimsə bəlkə üşəngəc olsun. Onda tənbəllik eləyən xanımlar bunu almasınlar. Çünki buna həqiqətən qol gücü lazımdır. Fikir versəz, şirkətlər də gələndə əksər vaxtlar bunu kişi xeylaqları işlədir. Həqiqətən qol gücü lazımdır. Mən hətta divanımı bütöv təmizlədim. Baxın, ora çatanda artıq qolumun gücü qalmamışdı. Axşam gözlədim ki, yoldaşım gəlsin, o hissəni yoldaşım eləsin. Çünki suyunu qəşəng belə sıxıb çəkmək lazımdır. İndi başlayaq təmizliyə. Təmizliyə yenə də öz fikirlərimi sizlərlə bölüşəcəm. Bunu neçəyə aldım, onu isə yorum qismində qeyd edəcəm. Gözlə, bunu açaq birinci. Kameranın qabağında durma. O kamera çəkir, axı sən yansan kameranın qabağında görməyəcək xalalım. Gözlə. Sən bunu Çox sağ ol. Ver mənə. Sən öz başlığını götür, sən buranı təmizləsən, mən buranı, okey? Bəli qızlar, başlayıraq təmizliyə. Demək, Arab sabunu da götürmüşəm. Bir də baxın, bu Star üstündə yazılıb. Belə öz markanın özünün hədiyyə olaraq üzərində qoyduğu təmizlik vasitəsidir. Bu şirinçə də əl çəkmiş sizdən. Təmizlik vasitəsidir. Ancaq mən hər dəfə
yumşaq dərslərinizi təmizləyərkən bu dərmandan istifadə etməyi məsləhət görməzdim. Çünki kəskin dərman belə qoxusu gəlir. Yəni bilinir ki, tərkibində kimyəvi maddələr var. Normal olaraq əgər ləkə çıxardırsa, o qabiliyyəti varsa, əlbəttə ki, onun kəskin yüksək dərəcədə kimyəvi məhsullar istifadə olunub tərkibində. Mən sadəcə onu indi əlavə etdim suya, sizə həm göstərmək üçün, həm də bir stulumun birində sadəcə ləkə var, ona görə əlavə etdim. Amma digər stullarımı təmizləyəndə istifadə etməyəcəm. Bir də divanı təmizləyərkən sadəcə bircə dəfə qabın içinə əlavə etmişəm. Sonra su bitdikdən sonra növbəti dəfə sadəcə Arab sabunu su əlavə elədim. Yəni Arab sabunu özü belə başlı başına, yəni ki, təmizlik vasitəsində tək başına belə kifayət eləyir. Burada da görürsünüz, sizə əlimlə işarə göstərirəm ki, 5 dəqiqə gözləyir və 5 dəqiqə sonra bunu artıq çəkə bilərsiniz aparatda. Yəni ki, suyunu da belə deyim, qurulaya bilərsiniz. Bir də onu deyim ki, aparatın özü, yəni o qabı da haradakı su doldururuq. O qab 2 dənə, bax mən indi təcrübə etdim və öz təcrübəmi sizə deyirəm ki, 2 stulu təmizləmək üçün arxalı, önlü, nə bilim, oturacaq hissəsi falan hamısını da, yəni sulayıb təmizləmək üçün, yəni bircə dəfə maksimuma qədər doldurmanız yetər. Yəni hardasa 2-3 dəfə suyu yeniləməli olacaqsınız bir sözlə. Bunu izah etməyə çalışdım. Belə alt hissəsində prisos başlığı kimidir, görürsünüz. Alt hissəsində bir knopkası var. Onu basanda su püskürülür. Amma özünü belə sıxanda yumşaq dəstin üstünə suyu çəkir özünə vakuumla. Yəni əlavə ekstra heç bir yerə nəsə toxunmursunuz, nəsə bir knopkaya yəni ki, basmırsınız da, ehtiyac yoxdur. Belə gördüyünüz kimi necə möhkəm suyu çəkir. Yəni çox gözəldir çəkim gücü də. Mən çox razı qaldım. İndi sonda sizə göstərəcəm zaten 2 stuldan çıxan çirki sizə göstərəcəm. Hələ hamısından yox ha, ikisindən çıxan çirki sizə göstərəcəm. Yəni möhtəşəmdir bir sözlə. Hələ divandan da onun 2 dəfə artığı tünd rəngdə qara su çıxdı. Düşünün, hələ mən yəni təmizkaram, divanı aparatım olmasa belə daima sürtürəm. Yəni ən azı ayda bir dəfə məsələn sürtürəm də, təmizləyirəm. O xüsusi qubqalar var ya, onlarla. Amma o deyil də, yəni aparatla təmizliyin yerini heç nə vermir. Bu bir başqa yəni təmizlikdir. Belə. Amma sizə məsləhət görərdim ki, nacizanə ki, bu aparatı aldınızsa, bunu 6 ayda bir istifadə edin. Deyin niyə? Çünki çəkim gücü çox güclüdür və bu sizin zamanla yumşaq dərslərinizin məhvinə yəni doğru gedə bilər. Yəni parça zədələnəcək, qubqası çəkməkdən qubqası xarab ola bilər. Ona görə ən idealı 6 ayda bir istifadə etməkdir. Adam var deyir ki, hər ay aldım, hər ay başlayım istifadə edim. Yox, elə olmaz yəni. Zaten o bir aya o dərəcədə divan çirklənmir. Nəsə indi xırda ləkə falan düşsə, açıb sırf o ləkə hissəsini təmizləmək olar. Amma o pişi təmizlik 6 ayda bir kifayət eləyir həqiqətən. Və sonda da sizə göstərirəm necə gözəl təmizlədim. Baxın, hələ bir dənəsini təmizləmişəm və burada indi sizə suyu göstərəcəm. Görürsünüz necə lilidir su. Dəhşət bir şeydir. Hələ birini təmizləmişəm. İndi o birisini də təmizləyəcəm və sizə göstərəcəm əyani şəkildə inşallah. İnanın ki, evi elə gözəl bir o belə təmizlik qoxusu deyirlər. Bax, elə bir qoxu bürüyür. Dəstlərin belə rəngi açılır. Onların o tikiş hissəsinin rəngi açılır. Yəni bir sözlə möhtəşəm. Yəni almağa dəyər, o pula dəyər. Qiymətini də yenə edirəm, yorum qismində qeyd edəcəm. Kim istəsə bir market proqramını yükləyin və oradan axtarış verin. Divan yuma, yanına da star, orada dəqiq adı yazılmışdı. Əvvəldə göstərirəm sizə. O cür yazın, çıxacaq. Zaten özünüz normal mağazalarda olan qiymətini görəcəksiniz və indirimli qiymətini də orada görmüş olacaqsınız.
Bir nüansı da qeyd edeyim. Mütləq bu işi görəndə xalçanızın üzərinə bir plyonka mı deyim, sərin, nə bilim bir şeylər, qalın bir şeylər sərin ki, xalçanız və ya ayağınız altı yaş olmasın. Çünki istər-istəməz oradan su damcıları sıçrayır belə, necə deyim, duş kimi sıçrayır da ora-bura. Ona görə mütləq, yəni ehtiyatınızı saxlayın. Qızlar, oldu, tərtəmiz, gül kimi, dördünü yudun. Nəm olurlar? Oturmaq olmur. Yəni evə birdən bir kimsə gəlir, heç bir dənə stolumuz olsun, oturub çörək yeməyə. Çörək istiyorum. Hə, görsəm məşqə də acıyıb xalaları. Baxın, oldu tərtəmiz, gül kimi. Bilmirəm necə ötürüm sizə bu təmizliyi. Bəlkə hiss edirsiniz, hiss etmirsiniz. Axırı gördünüz də o çıxan çirki, gördünüz də, gördünüz. Heç nə, belə. Qəşəng. 4 dənəsini indi qoyuram bura. Öməri yedirdib yatsıdırım, günorta yuxusuna aparım. Bu vlogu burada bitirirəm. Daha bir şey çəkməyəcəm. Çünki yorğunam. Təzyiqim həqiqətən məni biraz yorub. 2 gündür həqiqətən sizə bildirmirəm, amma təzyiqim məni yorub. Təzyiqim düşür aşağı, gah yuxarı qalxır, nəysə. İnşallah ki, yaxşı olaram. Belə şeyləri çox danışıb bildirməməyə çalışıram. İnsanları yormamaya çalışıram. Sadəcə səbəbini deyirəm ki, yəni vlogu burada tamamlayıram. Həm də qatışdırmaq istəmirəm işləri bir-birinə. Belə, əsas divan yuma aparatımı göstərdim. Ümid edirəm ki, bəyəndiniz bu vlogumu da. Əgər hal-hazırda videonu yeni izləyirsinizsə, kanalıma abunə deyilsinizsə, rica edirəm ki, abunə olasınız, zəhmətimə dəyər verəsiniz. Və mənim kanalımın irəli getməsi üçün mənə kömək edəsiniz. Abunə ol sözün yanında zil butonu var, onu basın. Və yorum yazın, bəyənin, yaxınlarınızla, rəfiqələrinizlə, bacılarınızla, kim ki bu tip kontentdə videolar izləməyi sevir, qab yeyəndə, yemək pişirəndə, bekar evdə oturub çörək yeyəndə bir şey izləməyi sevir, o xanımlara göndərin videolarımı. Ümid edirəm ki, onlar da bəyənib, abunə olarlar. Sağ olun, salamat qalın əzizlərim. İnşallah Allah nəsib etsin. Görüşərik. Özünüzdən müğayət olun, özünüzü çox yormayın. Sizlər çox dəyərlisiniz.